Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib. Bugün Xəzər dənizi təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalması, dayazlaşmadır. 2022-ci ildə keçirilən və Xəzər zirvə toplantısında mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib. Xəzər dənizində suyun səviyyəsi sürətlə azalır və səbəblər təkcə iqlim dəyişikliyi ilə məhdudlaşmır. Axar Az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində Kazinform agentliyinə müsahibəsində deyib. Hazırki şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi məlumat mübadiləsi aparmaq və nəticələrin aradan qaldırılması üçün əlaqələndirilmiş tədbirlər hazırlamaq çox vacibdir. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlı ekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemin dayanıqlığını təhdid edir. Təbiətin qorunması və ekoloji tarazlığın bərpası üçün əlaqələndirilmiş tədbirlər tələb edir, dövlət başçısı bildirib. Prezident qeyd edib ki, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq forumlarda Xəzər dənizinin mühafizəsi təşəbbüslərini fəal şəkildə təbliğ edə bilərlər və etməlidirlər. Artan transmilli ekoloji risklər fonunda Xəzər artıq sadəcə su hövzəsi deyil və bizim ortaq məsuliyyətimizin və birgə fəaliyyətin zəruriliyinin simvoluna çevrilir.